Herkese salam. Bu günləri vücudumuza verdiyimiz, özümüzə verdiyimiz vədləri niyə yerinə yetirə bilmirik? Onu mən sizə sadə üsulla izahını verəcəm. Müəllimimiz həmişə deyir ki, bacardığınız qədər insanlarla çalışdığınızda o qədər sadə üsulla izah edin ki, hər kəsə bu asan bir şəkildə çatsın. Deməli, getdik. Universitet vaxtı işləyirdik. İşə gedirdik, məsələn, deyirdik ki, səhər paltar mağazasına deyim, məsələn, səhər gəlirsiniz 9-da, axşam 7-8-ə kimi. Biz də deyirik ki, tamam. Amma nəsə sonra baxırdıq ki, saat 9 olur, məsələn, axşam saat 9 ki, hələ müştəri var, çıxmadan mağazanı düzənə salın falan. Sonra isə keçirdik, üstün bir həftə keçirdi. Deyirdi ki, bəs işçilərlə aranızda sıralaşın mağazanı, bir gün biriniz təmizləyin, bir gün biriniz. Sonra sklada gedin, skladda başlayın mallara qiymətləndirmə, yox da 1K indi mağazada, mollarda falan işləyənlər bilər. 1K alıyın. Düşünürdük ki, bu necə yəni? Bir dənə paltara baxacaqdıq, bizə hər şeyi elədi və nəticədə də maaşı azdır. İndi bunu gəlirik bədənimizlə özümüzün verdiyimiz vədlərə, vücudumuza verdiyimiz vədləri sizə bu şəkildə izah edirəm. Deməli, deyirsən ki, sabahdan ac qalacam. Sonra deyirsən ki, yox, sabahdan idmana da başlayıram. Və vücud 1-2 gün bunu deyir, görüm hələ bu neyinir, nə etməyə çalışır. Başlayır səndən ac qalmağa. Həm ac saxlayırsan, həm məşq aparırsan, həm hər şeyi birdən yükləyirsən və nəticədə də güzgüyə baxdıysan, arıqlamadım, yenə özündə əmma tapırsan, yenə özündə qüsur tapırsan. Başa düşdünüz nə demək istəyirəm? Eyni müdür sizlə necə davranırdı, əziyyətinizi, vaxtınızı, hər şeyinizi dəyərsizləşdirirdisə, siz də özünüzü güzgünün qarşısında o şəkildə dəyərsiz edirsiniz. Nələr etmənizə rağmen, daha öncəki videolarda paylaşmışam, bilirsiniz. Ana atamız çox tələbkar olubsa, biz hər şey etməyə çalışmışıq ki, 4-4 olaq ki, bizi tərif alaq. O tərifi də həmişə almamışıq deyə düşünmüşük ki, yəqin məndə nəsə şaşmamazlıq var da, yoxsa niyə başqasının şu anı tərifləyir də, demək yox, məndə yetərsizlik var. Məsələn, Luiza Xey deyir ki, hər gün güzgün qarşısında deyirəm, mən yetərliyəm, mən hər sahədə yetərliyəm. Qadın olaraq, bəy olaraq, işdə, dostlar içərisində, gözəllik olaraq, mən yetərli insanam. Yetərli insanam dediyinizdə vücud başlayır, beyin başlayır sizə artıq o sözlərinizi qəbul etməyə. Bir aya ancaq qəbul edər ki, özünüzə qoyduğunuz işləri yarım qoyursunuzsa, bu artıq sizdə ata ilə bağlı travmadır. Əgər bir işi sona çatdırmışsınızsa da, demək atanızı belə deyim, zəif olduğunu düşünmüsünüz və yaxud atalığı yaxşı bacarmadığını düşünmüsünüz. Ona görə də ata inkar etmə sindromudur. Yəni buna bir vaxt sizə ayırıq video çəkəcəm. Deməli, vücudumuza Joe Dispenza deyir ki, qul kimi davran. Məsələn, əmrlər verir, vücud sevir, beyin sevir əmrləri. Hətta yatmadan öncə bir dəfə baxın. Məsələn, budilnika qurursan ki, sabahlar saat 11-də oyanacam. Artıq 11-15 dəqiqə qalmış, bədən sənə deyir, oyan. Heç budilnik çalmadan. Vücuda komandalar verin. Əmrlər verin, əmri sevir, səs tembirinizlə. Niyə insanlar deyir ki, filan kəsə ah elədi, bəddua elədi, tutdu, biz siz niyə? Çünki əmr formasında eləyir, zarımır. Zarıdığımız anda, yazıqcasına istədiyimiz anda o şey olmur. Çünki sən cılızdaşırsan, düşürsən enerji olaraq aşağı. Amma səni sevirəm. Sevgini də göstərməlisən ki, vücud deməsin ki, bədən, beyin deməsin ki, elə mən yetinməyə çalışıram ki, bu məni zor sevsin. Sevgi vermək vacibdir. Məsələn, necə yəni evlad, düşünün ki, bir ailəsiz, anasız, atasız və sizin evladınız var. Həm onu gindirirsiniz, yedizdirirsiniz, içizdirirsiniz, şu an şokolad istəyirsiniz, onu şokolad alırsınız. Amma 15 dənəni siz onu bir dəfə yedizdirməzsəniz. Niyə? Çünki ona zərər verərsiniz də, düzdür, özü də zərər, o bilmir axı ona zərər gələr. Demək nədir? İstədiyini verin, amma qədərində. O zaman həm sizin istədiyiniz olacaq, həm vücud sizin əmrlərinizə tabi olacaq.
və artıq özünüzə vədlər verib yarıda qoymayacaqsınız. Və özünüzü danlamayın. Hər addımınızda bir başarı belə ödülləndirin. Ay sən nə, afərin sənə, halal olsun, nə qəşəng başarırsan, afərin sənə, adınızı çəkərək, məsələn, Səadət sənə, mən özümə deyirəm, Səadət sənə halal olsun, sən afərin, sən hər şeyi bacarırsan, sən hər şeyin öhdəsindən gəlirsən, heyrətlə, özünüzlə danışın. Nə istəyirsən, sənə nə alım, sənə hara aparım, danışın, ciddidən danışın. Danışdıqca görəsiniz ki, nə maraqlı insansınız. Özünüzlə öncə tanışın, özünüzü bir hiss edin, tapın, tanıyın, sonra başqalarına başlayın tanışlığa. Yoxsa yoxsulluqdan başqalarında sevgi, münasibət axtardıqca elə eyni enerjide insanlar çəkərsiniz. Ona görə də həyat özümüzdən başlayır. Samolyotda görürsünüz, deyirlər ki, öncə maskanı özünə tax, sonra yanındakına. Həyat özümüzdən başlayır. Bu biraz asan qəbul olunmasa da özümüzü sevmək, hiss etmək. Məsələn, biz Moskvadakı terapiyada bizə deyirdilər, özünü iylə, özünə toxun, özünü hiss et. Qoxu çox vacibdir. Qoxu o qədər önəmli bir şeydir ki, siz balaca uşaqlar olanda deyirik, nə gözəl qoxular. Qoxu çox önəmli bir şeydir. Özündən, yəni gedib ən bahalı ətiri vura bilərsən. Özünü qəbul etmədiyin halda sənə o qoxu yaxşı gələ bilməz. Ən bahalı ətiri vurarsan, deyərlər ki, ayda çox tündür, çox şirindir, ya nədirsə başa düşürsünüz. Öncə özümüzü hiss edək. Nə istəyirsən, sən üçün nə edir? Sakitləş, hər şey yaxşıdır. Bu əslində özünüz bilirsiniz də, Prins bu şəkildə terapiya görmüşdü. Görürsünüz, baxın. Sakitləş, hər şey yaxşıdır, sən güvəndəsən, mən sənin yanındayım. Sənə heç kəs heç nə edə bilməz. Sakitləş. Buna dəlilik deyə baxmayın. Bunu hiss edərək edin. Axtardığınız zaten bu qayğı, bu sevgidir. Başqasında yox, özünüzdə. Özünüzə yaxşı baxın.